Son günlər Respublika ərazisində müşahidə olunan yağıntılar bir sıra yerlərdə fəsadlar törədib. Şirvan şəhərində və İmişli rayonunda çətinliklərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Fevralın 21 axşam saatlarından yağan qar Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarında ciddi fəsadlar törədib. Şirvanda qarın qalınlığı 30-35, bəzi yerlərdə 50 santimetrə çatıb. Şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Vətəndaşlara və şəhər təsərrüfatına məxsus evlərin dam örtükləri uçub, avtomobillərə ziyan dəyib, ağaclar aşıb. Nəqliyyatın hərəkətini təmin etmək üçün Şirvan şəhər 34 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası tərəfindən yollar qardan təmizlənib. Yola demək, avtoqredir, 3 ədəd yükünü özünü boşaldan samasval, bir ekskavator və canlı qüvvə cəlb olunmuşdur. Xidmət etdiyimiz avtomobil yollarının hamısında demək olar ki, nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün yol qar örtüyü ilə təmizlənmiş. İmişli rayonunda isə intensiv yağan yağış bir sıra fəsadlara səbəb olub. Yağış rayonun mərkəzi küçələrini keçilməz edib. Yollarda yaranan gölməçələr nəqliyyatın hərəkətini çətinləşdirib. Bundan başqa yol kənarındakı bir neçə iaşə obyekti suyun içində qalıb. Bəzi sakinlərin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub. 2 gün yağan yağ müddətində bu belə olub. Evin altından su qaynayır buraya yağana. Yəni ki, bundan da çox su olub. Yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün əraziyə İmişli rayon yanğına mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Elnari İbrahimova, Mirəl Əkbər Hüseynov, Şirvan, İmişli.